Qubadlı rayonunun Zilanlı kəndi, elə Mahruzi kəndi kimi o da Xudafərin, Qubadlı, Laçın avtomobil yolunun sol tərəfində yerləşir. Bu kəndlər ümumiyyətlə qonşu kəndlərdir. Zilanlı kəndi 180 hektar ərazidə planlaşdırılır. Baş plana əsasən bu ərazidə yerləşəcək. İlkin mərhələdə 44 hektar ərazidə 193 fərdi yaşayış evi nəzərdə tutulub. Hər yaşayış evinin 12 sot həyətyanı sahəsi var. Burada bir təsərrüfat tikilisi də var. Həmçinin binanın üzərində günəş panelləri quraşdırılıb və evlər xüsusi materiallarla izolyasiya edilibdir, enerji səmərəliliyini təmin etmək üçün. Həmçinin burada 80 yerlik uşaq bağçası inzibati bina, çoxfunksiyalı bina. Beləliklə bütün bu görülən işlər bu kəndin, bu yaşayış məskəninin dayanıqlı, gözəl, rahat, yaşayış üçün təhlükəsiz bir məkana çevrilməsini təmin edəcəkdir və inanıram ki, tezliklə bu kənd də öz sakinlərinə qovuşacaq.